Yatırımsız bir şəkildə 53 AZN ödəniş aldığım bir proyekti sizlərə göstərirəm dostlar. Video ərzində sizlərə saytdan necə yatırımsız bir şəkildə, yəni bu proyektin yatırımsız bir şəkildə necə pul qazanmaq olar və necə ödəniş almaq olar, bütün bu məlumatları sizlərə bir-bir göstərəcəm dostlar. Dostlar, bu videoda sizlərə Temu üzərindən necə ödəniş almaq olar, tamamilə yatırımsız bir şəkildə bunu göstərəcəm dostlar. Link dostlar şərhlər bölməsində olacaq. Sadəcə linkə kliklədikdən sonra zaten Temu proqramını yükləyirsiniz. Yüklədikdən sonra aktiv edirsiniz və aktiv etdikdən sonra zaten bu səhifəniz açılacaq dostlar. Temudan qeydiyyatdan keçmək çox sadədir. Sadəcə Google üzərindən də qeydiyyatdan keçmək mümkündür. Yəni sadəcə qeydiyyatdan keçdikdən sonra linkə kliklədikdə avtomatik olaraq bu bölmə açılacaq sizdə də. Məsələ burada nədir dostlar? Necə bu proyektdən sadə bir şəkildə strategiya ilə ödəniş ala bilərsiniz, bunu göstərəcəm. Videoya keçmədən əvvəl kanalımıza abunə olub bildirimlər açmaq və video like atmağı unutmayın. İndidən hər birinizə təşəkkür edirəm dostlar. Gördüyünüz qarşımıza belə bir səhifə gəlir. Bu bölmədən də ödəniş almaq olar. Influence davet et bölməsindən də ödəniş almaq mümkündür dostlar. Gördüyünüz kimi buradan para çək bölməsinin üzərinə kliklədikdə Temu kredisi və yaxud da PayPal üzərindən ödəniş ala bilərsiniz. PayPal Azərbaycanda işləmədiyinə görə Temu kredisi, yəni avtomatik olaraq sizin Temu hesabınıza kredi verir. Hansı ki mən 50 AZN buradan geri çəkmişəm. Gördüyünüz kimi Temu üzərindən para çək bölməsinin üzərinə kliklədim və 30 dollar keçdiyinə görə ümumilikdə 53 dollar mən geri çəkmişəm kredi üzərindən və həm alış-veriş etdim mən o beləcə 53 AZN-dən. Siz əlavə olaraqdan hər hansısa bir kapital banka və yaxud da Leobank üzərindən də ödəniş ala bilərsiniz. Bəs bu beləcə ödənişi necə almaq olar? Yəni necə buradan pul qazanmaq olar? Bunları sizlərə göstərəcəm. Gördüyünüz kimi dostlar, aşağı bölmədə qazanmaq üçün paylaş bölməsi var. Bu bölmənin üzərinə klikləyirsiniz və sizlərə bir link verilir. Sizlərə verilən həmin linki kopyalayırsınız, hər hansısa bir şəxsə göndərirsiniz. Həmin şəxsin linkizlə qeydiyyatdan keçdi, yəni heç vaxt Temu proqramını açmamış bir telefon üzərindən proqramı yükləyir və proqramdan qeydiyyatdan keçdikdən sonra sizin referalınız sayılır və həmin referal sizdən beləcə linkinizə keçdiyinə görə hər alış-verişdə ona 10-30% komissiya, sizlərə də 8 AZN ödəniş edilir dostlar hər referal üçün. Eyni zamanda sizlərə dəvət etdiyiniz referalları alış-veriş etdikdə həmin alış-verişin məbləğ uyğun 30% sizlərin balansınıza ödəniş edilir dostlar. Bu da çox mükəmməl bir ödənişdir. Tutaq ki 100 dollar, 100 beləcə AZN-lik bir ödəniş edib, nəsə bir alıb edib və sizlərə 30%, yəni 30 manat sizlərin balansına ödəniş ediləcək dostlar avtomatik olaraq. Eyni zamanda da hər qeydiyyatdan keçən, yəni sizin beləcə linkinizlə influencer bölməsinə daxil olduqda, yəni bu bölməni aktiv etdikdə sizlərə hər beləcə referaldan 2 AZN ödəniş alırsınız. Bu ödənişi necə alırsınız? Əgər sizin referallarınız həm TikTok üzərindən, istənilən YouTube üzərindən də bura əlavə edə bilərsiniz. Mən məsələn YouTube üzərindən edirəm və gördüyünüz kimi referallar da aşağıda görünür. 8 Şubat tarixinə qədər təsdiqləməlidir ki, mənə 2 AZN ödəniş gəlsin. Necə təsdiqləyir? Yəni onlar da sizin kimi istər TikTok, istər YouTube platformasında paylaşım etməlidir ki, beləcə aktiv olunsun və sizin 2 AZN-lik ödənişiniz gəlsin dostlar. Kurallar bölməsinə daxil olub da özünüz avtomatik bir şəkildə baxa bilərsiniz nələri etmək olar, nələri etmək olmaz, necə daha yaxşı beləcə ödəniş almaq üçün nələri etməliyik və gördüyünüz kimi maksimum bizlərə ödənilən məbləğ 204 AZN olub dostlar. Bu da sizlərə verilən linkdir, linki kopyalayıb göndərə bilərsiniz. Eyni zamanda da dostlar burada satışlar da edə bilərsiniz. Hansı ki populyar ürünlər bölməsinə daxil olursunuz, paylaşırsınız və sizin paylaşdığınız bu linkdən daxil olub həmin ürünü aldıqda sizlərə müəyyən faizlərlə də komissiyalar verilir ki, avtomatik olaraq siz bunu balansınıza çıxarış edib, oradan da istər kapital, istər Leo, yəni istənilən bank kartlarına ödənişinizi almış olursunuz dostlar. Videomuz bu qədər idi dostlar. Hər hansısa bir sualınız olsa şərhlər bölməsində bizlərə bildirməyi unutmayın.
İndidən hər birinizə təşəkkür edirəm. Sağ olun, salamat qalın.